Mövzu çoxdur, baxın. Bəli. Deməli Nərmin xanım, biz bunu başa düşmürük ki, biz neçə mövzuda bizim olmayan hissləri almışıq. Bəli, bəli. Bəli. Məsələ burdadır ki, yəni sən hər dəfə bir pilləkəni qalxdıqca təzə bir mövzu ilə qarşılaşırsan. Eynən. Əslində yığdıqların sənin deyil, sadəcə başqalarının təcrübələridir. Və bu normaldır Aytən xanım. Çünki biz böyüdüyümüz dövr ərzində tək böyümürük axı. Bizim həyatda əlimizdən tutan insanlar var. Valideynlərimizdən başlayır həyatımız və yaxud da türklər buna baxım verən deyirlər. Ola bilər kimsə valideyni yox, nənə, baba və s. həyat situasiyalar fərqlidir. Bizə baxım verən, yəni bizi böyüdən şəxslər, daha sonra bizim bağça, bizim məktəb, institut və s. yəni situasiyalara görə dəyişir bizim o əlimizdən tutan insanlar və onların fikirləri bizə də dolayısıyla keçmiş olur. İndi məsələ də burasındadır ki, deyir o söhbətin Mustafası orasındadır ki, bəli. Biz onu dərk eləyək. Nə bizə aiddir. Ola bilər ki, həmin fikirlərdən, təlqin olunmuşlardan bizə çox xeyir olan fikirlər də ola bilər. Niyə də yox? Əgər bu bizə xidmət edirsə, bizim gələcəyimizə sorğulamaq. Bəli. Üzləşmə gəlir əslində. Bəli, üzləşmə. Ona görə mən əvvəldə dedim ki, qorxunu qəbul etmək, sonra onunla üzləşmək. Üzləşmə çox önəmli bir şeydir və hamı bacarmır bunu, belə deyim. Bunu hamı bacarmır. Bu qaçmalar, birinci sualınıza qayıdıram. Dediniz ki, bəzi münasibətlərdən qaçma. Keçmiş münasibətdə belə olub, hamı belədir. Asandır da. Bəli, asandır. Çünki beyin qaçmaq istəyir. Niyə? Çünki onunla uğraşmaq istəmir, onunla məşğul olmaq istəmir. Məşğul olanda nə olacaq? Qorxularla üzləşəcək, travmalarla üzləşəcək. Hər hansı bir səhvi varsa üzləşəcək. Doğrudurmu? Zaman lazımdır. Yeri gələndə müəyyən bir maddi bir vəsait lazım olacaq. Hər bir bunlar əməkdir. O əməyi sərf etməyə hamı hazır olmur. Belə olmayanda da axı sən gün keçirdirsən, yaşamırsan. O artıq qalır şəxsin özünə də, Aytən xanım. Qalır şəxsin özünə, artıq onun emosional dərəcədə nə qədər özünü inkişaf elətdirdiyinə, ümumiyyətlə həyatdan nə istədiyinə. Yəni insan var ki, bir yerdən sonra deyir ki, mənə belə xoşdur. Belə də olur yəni. İnsan da var deyir ki, yox mən özümü dəyişəcəm, üzərimdə işləyəcəm. Bu məsələdə nə öyrənməliyəm, onu anlayacağam. Hər şey istəklə başlayır. Çox qəribədir.